Yəni buyurur ki, bədəndə bir ət parçası vardır. İzə salaha salahal cəsədu kullu. O ət parçası sağlam olarsa, bütün bədən sağlam olar. Yəni insanın digər orqanları sağlam olar. Yəni göz sağlam olar, harama baxmaz, qulaq sağlam olar, haram dinləməz və əl sağlam olar, yəni harama uzanmaz və ayaq sağlam olar, yəni haram yerə getməz, addımlamaz. Və idə fəsədət fəsədəl cəsədu kullu. Əgər qəlb körlanarsa və bütün bədən körlanar və bilin ki, o da qəlbdir. Deməli, bu şərtin üzərində tərtib olunan mükafatdır. Yəni, insanın düzəlməsi, salih olması qəlbin salih olmasına bağlıdır. Yəni, insanın həyatının belə düzəlməsi qəlbin düzəlməsinə görədir. Necə ki, hədisdə keçir, İzə fəsədəl qalbu fəsədəl cəsəd. Əgər qəlb körlanarsa, bütün bədən körlanır və bütün həyat körlanır. Onda qəlbin düzəlməsi necə olur? Qəlbin düzəlməsi necə olur? Qəlbin şirkdən təmizlənməsi ilə, bidətdən, kindən, küdurətdən və məzmum, yəni məzəmmət olunan xislətlərdən təmizlənməklə olur. İbn-i Macənin Sunan əsərində Abdullah ibn Amr radiyallahu anhudan gələn rəvayətdə deyir ki, Qilə lin-nəbi sallallahu aleyhi və səlləmə mən afdalun nəs. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyilir ki, insanların ən əfzəli, ən üstünü kimdir? İnsanların ən üstünü kimdir? Və buyurur ki, Kullu məxmumul qalbi saduqil lisən. Qəlbi məxmum olan və dili doğru olandır. Yəni, insanların ən üstünü qəlbi məxmum olan və dili doğru olandır. Və deyirlər ki, ya Rasulullah, dili doğru olanı bunu bilirik. Bəs qəlbi məxmum olan nədir? Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Huvət-təqiyyun nəqi, əlləzi la ismə fihi. Yəni, məxmum qəlb o qəlbdir ki, təqvalıdır, pakdır, hansı ki, orada günah yoxdur, və lə bəğyə, azğınlıq yoxdur, və lə qillə fihi, kin-küdurət yoxdur, və lə həsədə və həsəd yoxdur. Deməli, insanların ən üstünü qəlbi məxmum olan və dili doğru olandır, yalan danışmayandır. Və sonra məxmumu izah edərək buyurur ki, təqvalıdır, Allah qorxusu var, ən-nəqi təmizdir, günah yoxdur o qəlbdə və azğınlıq yoxdur, kin-küdurət yoxdur və həsəd yoxdur.